Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuh. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil Alemin. Esselatu vesselamu ala Resulillahil Amin. Seyyidina ve Mevlana ve Tabibi kulubina ve Şefii zunubina Ebil Qasimil Mustafa Muhammed. وعلى آله المعصومين المكرمين لا سيما الحجة روحي وأرواح العالمين لتراب مقدمه فداه أما بعد قال الله الحكيم في كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم يا أيها الذين آمنوا اتقوا الله وكونوا مع الصادقين أوصيكم ونفسي بتقوى الله sizi və özümü İlahi təqvaya riayət etməyə dəvət edirəm. Allah mütəal bizləri gizlin, aşkar, Allahdan qorxub və həyalı olan bəndələrdən qərar versin inşallah. Mübarək Ramazan ayının günlərin yaşayırıq. Allah tutduğumuz orucları qəbul eləsin. Allah bütün müsəlmanları həqiqi oruç tutanlardan qərar versin inşallah. Qarşıdan Qədir gecələri gəlir, hər il bildiyiniz kimi Quran-ı Kərimin qarşılanma mərasimi adlanan Qədir gecəsi keçirilir məscidlərdə. Bu ildə 6 gün inşallah nəzərdə tutmuşuq. Ayın 18-dən, 19-undan, 20-si, 21-i, 22-si və 23-i. Allahın izni ilə məscidimizdə 6 gün Qədir gecəsi, Ehya gecəsi təşkil olunacaq. Elə yeri gəlmişkən deyim, sabah İmam Həsən əleyhissalamın mövlud günü münasibəti ilə ehsan süfrəmiz, iftar süfrəmiz var, məclisimiz var. Elə iftar süfrəsi ilə məclis başlayacaq. Hər biriniz dəvətlisiniz. Dostlara, qardaşlara da bizim adımızdan inşallah məclisin məlumatını verəsiniz və hər 3 Qədir gecəsində, yəni o 6 günün 3 gecəsində iftar süfrəsi olacaq. Ayın 19-u, 21-i və 23-ündə məsciddə iftar süfrəsi olacaq inşallah. O məclislərdə də sizi görmək arzusuyla. Qədir gecəsi ilə söhbət düşdü elə istəyirəm hazırlıq olaraq ki, qarşıda gələcək. Adətən biz Qədir gecəsindən elə gecədə danışırıq. Amma fürsətdir, düşündüm ki, elə Qədir gecəsi haqqında indidən insan müəyyən məsələlərə diqqət yetirsin, düşünsün. Ümumiyyətlə, Ramazanın dəyəri, Ramazanın fəziləti ondadır ki, bu ayın Quran nazil olur. Ramazan ayında Quran nazil olur. Quran belə təqdim edir Ramazanı. Şəhru Ramazan əlləzi unzilə fihil Quran. Ramazan ayı o aydır ki, o ayda Quran nazil olub. Sonra Quranın xüsusiyyətlərinə işarə eləyir. Hudən linnas və beyyinatin minəl huda vəl furqan. Bəs Ramazan ayı Allahın günlərin içində, ayların içində seçdiyi mübarək Ramazan ayı Quran ayıdır. Rəbiul Quran, şəhru Ramazan. Quranın baharıdır Ramazan ayı. Və yadınızda olsa hər neçə cümədən bir bu mövzuya biz işarə edirik. Quranla münasibətimizə toxunuruq. Xüsusilə Ramazan ayında yəni heç kəsə yol verilməzdi. Heç kəsin güzəşt olunmaz bir qüsur olar ki, Ramazan ayında məsələn Qurandan uzaq düşsün. Yəni Ramazan Quranın baharıdırsa, biz gərək Quranla ünsiyyətimizə diqqət eləyək. Və Qədir gecəsi Quranın nazil olma gecəsidir. Hədisdə var, İnnəllaha ixtara minəl əyyam cümə. Allah günlərdən cüməni seçdi. Cümə seyyidül əyyam adlanır. Həftənin 7 günün elə bir dənə başçısı var, ağası var, o da cümədir. Və minəşşuhur Ramazan. Aylardan 12 dənə aya başçılıq eləyən ay Ramazandır. Və minəlləyali, gecələrdən Leylətül Qədr. Qədir gecəsini seçdi. 3 gecə ehtimaldır. Deməyiblər bizə hansı gecədir, yaxşı, amma bu deməməkləri bir problemdir. Əslində, yaxşı eləyiblər, elə deməyiblər.
Çünki biz öyrəşmişik axı işlərimizi rahatlaşdıraq. Dəqiq olsun hər şey və biz rahat iş görürük. Əslində hər şeyin dəqiqliyi bizi rahatçılığa çıxartmır. Bəzən bizi çox əziyyətə salır. Hədis deyir ki, eləyə bilər deyil, Allah sizə desin ki, Qədr gecəsi haçandır. Burada nə problem ki? Filan gün Qədr gecəsidir. Yəni, Quran filan gecə nazil olub. Deyir, Allah bəzi şeyləri gizlin saxlamaqla sizə fayda verib, sizə xeyir verib. Məsələn, İnnəllaha əxfa, Allah deyir, gizlədib. Vəliyyahu minənnas. Deyir, Allah dostların gizlədib insanların içində, cəmaatın içində. Niyə görə bunu eləyir? Ona görə ki, sən hamını hörmət eləyəsən. Qarşındakı mümkündə Allah dostu olsun, Allah vəlisi olsun, Allahın sevdiyi bir bəndə olsun. Biz bilmirik. Deyir, Allah neçə şeyi gizlətməklə istəyir insanlara dəyər versin. Biri budur ki, dostların xalqın içində gizlədir. Biz bilmirik, tanımırıq. Biz elə zahirdə görürük də insanları, salam mələk əleyhissalam. Biz bilmirik ki, bu şəxs kimdir, Allaha nə qədər yaxındır. Ona görə gördüyün şəxsi heç vaxt kiçiltmə. Hər zaman onun üçün baxışında bir möhtərəmlik düşüncədə olacaq ki, bu hörmətli adamdır. Sonra buyurur, Allah gizlədib, gizlətdiklərindən biri də Leylətul Qədr, Qədr gecəsidir. Niyə bunu gizlədir? Deyir, hətta yəctəhidəl insan fil xeyrat fi cəmi ləyali şəhri Ramazan. Buna görə gizlədib ki, Ramazan ayının 30 günündə insan yaxşılıqlarla o gecələrin hamısında fəal olsun, aktiv olsun. Yəni, 30 gecə axtarsın Qədr gecəsin. Ramazan ayının elə yeri var da, biz düzdə elə öyrəşmişik, elə belə də qəbul eləmişik. Amma yaxşı olar elə insan, Peyğəmbərin hədisi var, son 10 gecəni yatmazdı. Deyir, Peyğəmbər yatağın yığardı, o gecələr yatmazdı, səhərə qədər ibadət eləyərdi, son 10 gecəni. Ramazanın son 10 gecəsini. Tövsiyə eləyərdi ki, bu cür eləyin. Bəzi alimlərin həyatında var, Ramazan ayını ümumiyyətlə yatmazdı. Yəni yatardı, günün müəyyən hissəsi gündüz yatardı və gecə qalxardı, səhərə qədər ehya saxlardı. Deyərdi ki, bu 30 gündən ki, kənardadır, o bir gecədirsə, bu 30 günün içində o bir gecəni mən yaşayacam. Hətta deyim sizə, alimlər olub ki, 1 il oyaq qalıblar. Deyirlər də bu 1 ildən kənarda qalmayacaq ki, o 1 ilin hansı günüdürsə Qədr gecəsi, mən onu dərk eləyəcəm, yaşayacam. Bəs Allah Qədr gecəsini gizlətməklə Ramazan ayına bizim istəyimizi çoxaldıb, rəğbətimizi çoxaldıb ki, biz hər gecəsində ibadət eləyək, dua eləyək, yaxşı işləri görək. O Qədr gecəsi nə işlər görürüksə, nə arzular eləyik, nə dualar eləyiksə, elə 30 gecə o duaları eləməliyik. Sonra buyurur, Allah gizlətdiklərindən biri də razılığıdır. Allah razılığın ibadətdə gizlədib. Məsələn, deyə bilərdi ki, namazın içindədir, orucun içindədir. Demir, deyir ki, razılığım ibadətlərdədir. Sən bütün ibadətlərə rəğbət göstər, istək göstər ki, Allahın razılığın əldə eləyə biləsən. Bax, bu baxımdan Qədr gecəsi həyatımızda bir gecədir. Ehtimal var, 3 gecədən biridir. Amma bəzi hədislər var, siz də rast gələrsiniz, çıxar qarşınıza. Deyir ki, xeyr, belə deyir. Bunlar 3 gecənin 3-ü də bir-birinə əlaqəlidir. Yəni, məsələn, belədir hədis. Deyir ki, birinci gecə təqdir gecəsidir. Hesablanma gecəsidir. Kimə nə düşəcək? Birisi də Qədr gecəsində insanların taleyi, müqəddəratı həll olur və elə əhyalar ki, əvvəldən elə qədimdən deyirdilər, əhyalar başladı, əhyalar. Əhyalar, yəni o əhya oyaq qalmaq deməkdir. Əhya ümumiyyətlə diri sözündəndir. Həy, Allahın adlarından ya həyyu, ya qayyum. Həy diridir. Yəni biz diri qalırıq, yəni yatmırıq. Niyə yatmamağa dirilik deyir? Çünki yuxu ölümün qardaşı sayılır. Yatanda deyir, yatdın, öldün. Burada da oyaq qaldın, yəni diridir. İnsan diri qalır, niyə? Çünki dirilik kitabı gəlir, həyat kitabı gəlir. İnsan oyaq qalmaqla bu gecə istəyir, desin ki, Allah sən mənim diriliyimi təmin edən, həyatımın müqəddəratını həll edən kitab göndərirsən mənə, nazil edirsən. Mən onu oyaq olaraq qarşılayıram, hörmət olaraq qarşılayıram.
Bu oyaq qalmasının mənasıdır. İnsan oyaq qalır və Allahın kitabını qarşılayır. O kitabda insanın həyat proqramından söhbət gedir. İnsanın həyat proqramından söhbət gedir. Bəs insan Qədr gecəsində hansı işləri görür? Hansı işləri görür? Ramazan ayının başqa günlərində də o məsələləri diqqətində saxlasa bəs eləyir. Salavat zikr elə inşallah. Allahumma salli ala Muhammed. Əlverişli gecədir, fəzilətli gecədir, üstün gecədir. Tövsiyə ediblər o gecə oyaq qalsın və oyaq qalmağı ilə insan qeyd etdiyimiz kimi dirilik olan, həyat bəxş edən kitabı qarşılayır və onunla yanaşı bir sıra işləri də bizə tövsiyə ediblər. Məsələn, o gecənin namazı var, o gecənin duası var. O gecə insan hər şeydən uzaqlaşmalıdır, xəlvətə çəkilməlidir. Sanki insan bu günə qədər yaşadığı həyatdan nəticə çıxardır Qədr gecəsi. Qədr gecəsi dərin bir dənə mənalı həyatdır. Bir gecədir. Ona görə deyir, Leylətul Qədri xeyrun min əlfi şəhr. Sıradan bir gecə deyir. Qədr gecəsi 84 ilə bərabərdir. Yəni, bir gecədir ki, içində bir ömür yaşayacaqsan. O bağlıdır, o ömrün necəliyi, keyfiyyəti bağlıdır sənin istəklərimə. Ona görə deyir, düşünmək istəyən üçün Qədr gecəsindən gözəl gecə yoxdur. Adətən insan düşünmək istəyəndə ətrafda olan səs-küydən qaçır. Kimsə danışır, deyirsə, bircə dəqiqə sakit ol, məsələ, mən düşürüm, fikrimi cəmliyim. Qədr gecəsi insanlar çox rahat buraxıblar. Ona görə Qədr surəsində deyir, Səlamun hiyyə hətta mətləil fəcr. Dan yeli sökülənə qədər əminamanlıqdır. Yəni, insan Qədr gecəsindəki rahatçılığı heç yanda tapa bilməz. Çünki rahat düşünə biləcək, özü olacaq. Ancaq özü olur insan o gecə. İndi istəyirsən, dəqiq, incə mətləblərdə düzgün qərar alasan, məsləhət verən də istəyirsənsə, bu gecə məsləhət verən də var. Məsləhət verənin Allahın kitabıdır. İnna ənzəlnahu fi leylətil qədr. Qərar qəbul eləmək üçün gecədir, salamatçılıqdır, əmniyyəti var. Məsləhət verən istəyirsənsə, ənzəlnahu fi leylətil qədr. Bir kitab göndərmişik sənə. İndi, mən necə bu məsləhətdən istifadə eləyə bilərəm? Axı, bu kitabdan mənim qavrayışım, anlayışım nə həddədir? Deyir ki, mən səni 30 gün hazırlamışam, oruç tutmusan. Elə bu orucu ona görə sənə vacib eləmişəm ki, səndə bir ruh yüksəkliyi yaransın və ruh yüksəkliyi nəticəsində sən sağlam qərar verə biləsən. Sağlam qərar verə bilmək üçün gərək ruhun təmiz olsun. Mən də sənin 30 gün ruhu paşlaşdırmışam. Mən sənə ona görə oruç tutmağı demişəm ki, nəfsü əsirlikdən azad olsun. Keçən cümə dedi ki, Həzrət buyurur ki, nəfsləriniz, ruhunuz, canınız əməllərinizin girovundadır, zəncirdədir. Həvai həvəsin istəklərinə bağlıdır. Fəfəkkuha bistiğfarikum. Bu ayda tövbə eləməklə, oruç tutmaqla özünüzü azad eləyəcəksiniz. Bax, Ramazan ayının Qədr gecəsi bu hadisələr baş verir və insan düşünmək üçün, qərar qəbul eləmək üçün, məsləhət alması üçün və Quran Kərimdən nəticə çıxartması üçün özündə də bir sıra müsbət xüsusiyyətləri formalaşdıra bilir. Və gecədir, söhbət də gecədən gedir. Quran gecəyə çox həssas yanaşıb. İnnə naşiətəl leyl hiyə əşəddu vətən və əqvamu qilən. Gecə namazından danışanda bu ayədə buyurur ki, həqiqətən gecə sabitlik və möhkəmlik cəhətindən çox yaxşıdır. Və əqvamu qilə və danışıq üçün də çox əlverişlidir. Diqqət eləyin gecə namazına. Allah deyir ki, gecə namazına verdiyi dəyəri heç bir ibadətdə yoxdur da. Niyə gecə namazı dəyərlidir? Deyir, çox əlverişlidir. Çünki sükut var. Sükut var, sakitçilik var. Naməhrəm,
Yəni Allahın yad olan insanlar yoxdur bu səs-küyün içində. Böyük bir sakitçilikdir. Allah dostları, övliyalar üçün gecə çox şirindir, çox bərəkətlidir. Quran deyir, gecə əlverişlidir. Ümumiyyətlə, Quran deyir, və vaədnə Musa səlasinə leylən və ətməmnaha bi əşrin fətəmmə miqatu rabbihi ərbəinə leyla. Buyurur, biz Həzrəti Musa ilə 30 gecə vəd eləşdik, gecə. Subhanəlləzi əsra bi abdihi leylən minəl məscidil həram iləl məscidil əqsa. Peyğəmbərimiz meyraca gecə getdi. Bax, bu gecələri bir dənə diqqətlə saxlayın. Gecələr Quranda bu cürlə vəsf olunur. Yəni, gecə daha əlveri. Ona görə Qədir gecədir. Qədir gecəsi gecədir. Quranın nazil olması gecədir. Ümumiyyətlə, tövbə eləmək üçün, dua eləmək üçün, münacat eləmək üçün gecə, gecənin qaranlığı, bir dənə hədisdə İmam Həsən Əskəri əleyhissalamdan səhv etməmsə rivayət var. Həzrət buyurur ki, Allah övliyaları Allaha tərəf səfərdə gecə onların minik vasitəsidir. Elə bir Allah dostu olmaz ki, gecədə ibadət eləməsin. Gecədə ibadət eləməyən Allah övliyası ola bilməz. Deməli, ən surətli yoldur. Ən rahat yoldur. Gecə ibadəti. Allah da Quranı gecə nazil edir. Qədr gecəsi də bu baxımdan bir də fəzilətlidir ki, gecə baş verir və ona görə bu gecə oyaq qalanlara, o gecə dua eləyənlərə Allahın xüsusi inayəti var. Və sanki Allah söz verib, vədə verib ki, o gecə məndən kim nə istəsə verəcəm. Hər kimə nə hacəti olsa, nə istəci olsa verəcəm. Hər kim o gecəni oyaq qalsa, o gecəni qarşılasa, o gecəyə təzim eləsə, hörmət əlaməti olaraq, mən o gecə onun çağırışına ləbbeyk deyəcəm. Bu qədər. İnşallah qismət olsun, Qədir gecələrində, bahəm bir yerdə bu gecələrdə söhbət edərik. Bir daha xatırladım, Qədir gecələri 6 gün nəzərdə tutulub, təxminən bütün məscidlərdə belə olacaq. Və ayın 19-u, 21-i və 23-ündə məsciddə iftar süfrələri olacaq. Sabah da 15 mart İmam Həsən əleyhissalamın mövlud günü münasibəti ilə məclisimiz var. O da iftar surəsi ilə başlayacaq. Bismillahirrahmanirrahim. Və lə'asr innəl insana ləfi xusr illəl-ləzīnə amanu və amilussalihat və təvasav bil-haqqi və təvasav bis-sabr. Sadaqallahul aliyyul azim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Esselatu vesselamu ala rasulillahil amin. سيدنا ومولانا وطبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم المصطفى محمد اللهم صل على محمد وآل محمد وعلى علي أمير المؤمنين عليه السلام وعلى فاطمة الزهراء سيدة نساء العالمين سلام الله عليها وعلى الحسن والحسين وعلى علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة المنتظر المهدي اللهم صل على محمد عجل الله تعالى فرجه الشريف اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات أوصيكم ونفسي بتقوى الله. Sizi və özümü ilahi təqvaya riayət etməyə dəvət edirəm. Allah mütəal bizləri gizlin və aşkar təqvalı olan kəslərdən qərar versin. Mübarək Şəbaniyyə xütbəsində Həzrəti Rəsulullahın sallallahu aleyhi və aleyhi və səlləmin xütbəsində, xütbə əsnasında əleyhissalamın sualı, ya Rəsulullah, bu ayın ən fəzilətli əməli nədir? Həzrət buyurdu ki, əl-vərəu ənil məharimillah. Allahın haramlarından çəkinmək. Yəni, təqvalı olmaq. Allah bizə o təqvanı nəsib eləsin inşallah. Qədir gecəsindən öncəki o gecə biz bu sözlərdə deyirik. O bir-iki cümlədə oraya əlavə eləyirəm. İnşallah sizinlə inşallah xudahafizləşək. Birinci məsələ budur ki,
Qəlb gərək kindən, küdurətdən, həsəddən pak olsun. Qədr gecəsi xüsusi bir hazırlıq istəyir gündüzü. Gündüzü neçə gün qabaq fərq eləmir. Yəni fürsətdir. Heç kəsə düşmənçilik və kin, küdurətlə o gecə oturmayasan. Kiməsə qarşı narahatçılığın var, kiminsə qarşı acığın var, kinin var. Çalış onu əff elə, sonra gəl. Da əffi də saxlama saat 12-yə, elə gün ərzində, 2 gün qabaq, 5 gün qabaq fərq eləmir. Yetər ki, ürəyində kiməsə qarşı həsəd, kin, düşmənçilik saxlama. Çox pis maniyədir. Gözləmədiyimiz zərbəni vura bilir. Bizə sıradan gəlir. O dilləri, məsələn, kimin toyuğuna deyir, daş atmışam. Elə bilir ki, daş atmaq toyuğa böyük günahdır. Amma içki içir, qumar oynayır, sələmə pul verir. Deyirəm, məndən pakı yox, məndən təmizi yoxdur, kimin toyuğuna kiş demişəm. İndi bəzi insanlar da elə bilir ki, hər şey yaxşıdır da. Yox, bir insana kin güdmək, kiminsə pisligini arzulamaq və ya kiminsə pis başına gələn bədbəxt hadisəyə içdən sevinmək, bu insanın xəbisliyindən xəbər verir. Bax, bu şeyləri otura insan neçə gün üstündə məşq eləyə, özündən kənarlaşdıra. Bir nəfər vardı, Peyğəmbər neçə dəfədir demişdi onun barəsində ki, behişt əhlidir. Ulan kəs behişt əhlidir. Sadə bir insan idi. Yəni, deyim ki, alimdir, nə bilim, savadlı birisi idi. Yox, sadə bir insan idi. Sadə bir yaşam tərzi var idi. Bir nəfər, adı var tarixdə. Deyəsən, Abdullah ibn Ömər, deyir, mənə maraqlı gəldi. Dedim, gedəcəm onun, izləyəcəm, görüm bu neynir. Bu neynir, mən də eləyim, mən də gedim behişdə. Gəldim, deyir, qapısını döydüm, falan kəs olar, dedi ki, hə, dedim, qonağam, qalacaq yerim yoxdur, bu gecə sənin qonağın ola bilərəm, dedi, gəl. Qapını açdı, evdə, deyir, mən üçün yemək süfrəsi, deyir, açdı, çörək yedik, deyir, çırağı söndürdü, dedi ki, yatırıq səhər, inşallah görüşərik. Deyir, girdim yerimə, indi deyir, gözləyirəm ki, bu duracaq, indi namaz qılacaq. Bunun ağlamağına, bunun gecə razı niyazına qulaq asın. Yox, bu durmadı. Yavaş-yavaş sübh azanına dedi, yaxın, səhər. Gördüm, durdu, yəni çırağı yandırdı, məni səslədi. Gəldik məscidə, namaz qıldıq. Dedi, mən gedirəm işə. Dedim, mən də gedirəm. Axşam yenə gəldim, deyir. Bu minvalından 3 gün, deyir, mən bunu izlədim. Bu heç nə eləmirdi. Böyle vacibi namazını qılır, çörəyin yiyir, gedir işə. Axırda deyir, dözmədim, dedim ki, mən bu sözün eşidib sənin evvə gəlmişəm, sən behişt əhlisən, Peyğəmbər sənin üçün deyib. Amma səndə qeyri-adi heç nə görmədim, nə fərqli ibadət, nə. Deyir, dayandı, dedi ki, nə gördün odur, yəni sənə görə mən proqram dəyişmədim. Amma ola bilsin buna görə olar ki, elə indiyənə qədər heç bir müsəlman qardaşıma pislik arzulamamışam, heç kimə həsəd güdməmişəm. Deyir, olsun ki, buna görə olsun. Deyir, mən gəldim deyə sonra onu soruşdum. Peyğəmbərdən dedi ki, bəli. Elə o bir dənə xüsusiyyəti bəsdir. Bir xüsusiyyət ki, başa tacdır da bir insan üçün ki, heç kəsə kin güdün. Bax, Qədr gecəsindən öncə bu məsələyə diqqət yetirək. Kiminsə haqqı var boynunda, kiminsə halallıq istəyib, hasansa bundan verməyibsə, yaxşı olar o gecə versin. Versin və bağışlasın və bağışlamağını da Allaha izhar eləsin. Desin, Allah, mən bağışladım. İndi qaldı sənlik, sən də məni bağışla. Mən bu kiçikliyimdən bağışladım. Sən də böyüksən, sən də bağışlamalısan. Digər məsələ, insan Allahından razılıq bildirsin həyatından. Öz yaşayışından narazı olsa da, amma Allahından razı olsun həmişə. Nöqsanları özündən bilsin. Çatışmamazlıqları özündən bilsin. Özünü danlasın, özü çalışsın, qüsurları aradan aparsın. Və bir də ümidlə, xoş zənnlə, hüsn-i zənnlə Allahla danışsın. Hədis deyir ki, o gecə bitər, sabah açılar, sübh olar. Kimsə güman eləsə ki, Allah məni bağışlamayıb, böyük günah eləyib.
Yəni gecənin əvvəlindən ümidi o qədər çox olsun, ümidvar olsun Allaha ki, Allah məni bağışlayacaq, bu gecə bağışlayacaq. Amma yetər ki, istəsin də, insan istəsin, istəsə Allah əta eləyir, Allah bəxş eləyir. Əslində biz nə istəmişik onu veriblər. Nə isə verməyiblərsə də bizə, deməli istəyə bilməmişik. Allahın verilən Peyğəmbər əhl-i beytinə Allah dünya və axirət bizi onların elmindən, məarifindən, ziyarətindən və üqubada şəfaətlərindən binəsib etməsin. Allah bir daha tutulan oruclarımızı, ibadət itaətlərimizi dərgahında qəbul eləsin. Allah bu neçə gündə möminlər, əzizlər iftar süfrələrinə dəvət alırlar, evlərində iftar süfrələri, məclislər təşkil edirlər. Allah hamısından ali dərəcədə qəbul eləsin. Allahın verilən Peyğəmbər və əhl-i beyti hörmətinə qarşıdan gələn mübarək Qədr gecələrində həqiqi ehya saxlamağı, mərifətlə, imanla o gecə oyaq qalmağı, ibadət etməyi və həqiqi salih əməllərdən görüb və tövbə etməyi bizlərə nəsib eləsin. Allahın verilən Muhammed Ali Muhammed hörmətinə, xəstələrimizə, xüsusən yadımızda olan kəslərə, nəzərimizdə olan kəslərə bu ayın əzəməti və hörməti xatirinə şifayı acil mərhəmət eləsin. Allah Teala qərblilikdə, qürbətdə olanlarımızı, hərbi xidmətdə, əskərlikdə olan əskər və zabitlərimizi, ruzi dalıca, təhsil dalıca, ölkə xaricində olan əzizlərimizi səhi səlamət ailələrinə qovuştursun. İzzət, baş-ucalıq Allahın qapısındadır. Allah ölən günə qədər izzətimizi əlimizdən almasın. Allahın verilən böyüklüyü xatirinə, rəhməti, mərhəməti xatirinə bütün müsəlmanlara, xüsusən bu cəmə halaldan biminnət ruzi ehsan eləsin. Allah günaha, fəsada, pis yollara açılan qapıları üzümüzə bağlasın. Allah bizləri ağ valideyn bu dünyadan aparmasın. Hala həyatda yaşayan valideynlərimizin ömrünə bərəkət inayət eləsin. Dünyadan köçən valideynlərimizi qəriq rəhmət vasili cənnət eləsin. Allahın verilən Muhammed Ali Muhammed hörmətinə yaddan çıxan dualarımızı barəmizdə müstəcab eləsin. Allahın verək rəhminə, mərhəmətinə və bu günlərin, bu gecələrin əzəməti, hörmətinə İmam-ı zamanımızı bizdən razı eləsin. Ağamızın zühurunda, gəlişində günü-gündən təcil qərar versin. Əuzu billahi minəşşeytanirracim. İzə cəə nəsrullahi vəl-fəth və rəaytən nəsə yədxulunə fi dinillahi əffacə fəsəbbih bihamdi rabbikə və estəğfirhu innəhu kənə təvvabə. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh.